Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə və 2026-cı il şəhərsalma və memarlıq ilinə həsr edilən 2-ci Meykaton Nizami Festivalı keçirilib. Rayon gənclərinin müasir texnoloji biliklərə sahib olması, robotiks və süni intellekt sayəsində marağın artırılması, müasir şəhərsalma barədə ilkin bilik və bacarıqların formalaşdırılması məqsədi ilə təşkil olunan festivalda 32 komanda və 21 fərdi iş təqdim olunub. Ümumilikdə 300 gənc təqdimatla çıxış edib. Onların Smart City və sərbəst layihə mövzularında işlərinə baxış keçirilib. Gənclər ağıllı şəhər, ağıllı kənd, ağıllı ev, rəqəmsal mənzil, rəqəmsal kənd təsərrüfatı, yağış sularının idarə olunması və səmərəli istifadəsi, tarixi abidələrə perspektiv baxış, bərpa olunan enerji və ekosistem və başqa mövzularda layihələrini təqdim ediblər. Eyni zamanda festival çərçivəsində xəyalımdakı şəhər mövzusunda rəsm müsabiqəsinə daxil olan 43 işə baxılıb, eləcə də 60 inşaya rəy bildirilib. Festivalda təqdim olunan işlərin qiymətləndirilməsindən sonra mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası mərkəzi aparatının gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyə Musayeva, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müavini Fəttah Fəttayev, VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Azərbaycanda rəqəmsallaşma ilə bağlı həyata keçirilən işlərdən, ölkəmizin timsalında müasir şəhərsalma nümunələrindən, VUF 13-ün əhəmiyyətindən söz açıb, gənc nəslin müasir dövrün çağırışlarına uyğun yetişdirilməsi vəzifələrindən bəhs ediblər. Çıxışlardan sonra mükafatlar sahiblərinə təqdim edilib. Belə ki, Smart City layihələri istiqamətində birinci yerin qalibi 129 saylı tam orta məktəbin kollektivi olub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq 220 saylı məktəb liseyin və 272 saylı tam orta məktəbin komandaları sahibləniblər. Sərbəst layihə istiqamətində 109 saylı tam orta məktəbin kollektivi birinci yeri, 32 saylı tam orta məktəbin komandası ikinci yeri və 70 saylı tam orta məktəbin nümayəndələri üçüncü yeri tutublar. Fərdi layihələr istiqamətinin qalibləri isə yağış sensoru və idarə olunan dam təqdimatı ilə Zəngi liseyinin şagirdi Əli İbrahimli, elektrik enerjisinin ağıllı idarəsi layihəsi ilə 238 saylı tam orta məktəbin şagirdi Ayxan Xəlilov, fermer robot layihəsi ilə 272 saylı tam orta məktəbin şagirdi Rəsul Bayramlı olub. Xəyalımdakı şəhər mövzusunda rəsm müsabiqəsində birinci yeri 242 saylı tam orta məktəbin şagirdi Aylin Vəliyeva, ikinci və üçüncü yerləri isə müvafiq olaraq 238 saylı tam orta məktəbin şagirdi Zəhra Əzimzadə və 220 saylı məktəb liseyin şagirdi Rövşanə Səfərova tutub. Xəyalımdakı şəhər mövzusunda inşa müsabiqəsində isə birinci yeri 109 saylı tam orta məktəbin şagirdi Arzu Gülməmmədova, üçüncü yeri 145 saylı tam orta məktəbin şagirdi Qənirə Məmmədli, üçüncü yeri 250 saylı tam orta məktəbin şagirdi Yaqut Alızadə əldə edib.